Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı. Unikal bu məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb. Anar Nəcəfli isə yollarla bağlı sorğunuz varsa buyurun deyə bildirib. Gömrük qaydalarını pozmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki, hava nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar olunub. Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci terminalının ərazisində xarici ölkələrin hava limanında sərnişinlərin paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb. Onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.